Bismillahirrahmanirrahim. Müsəlman tarixində Şəvval ayının 8-i Bəqi qəbirstanlığında Əhl-i-Beyt imamlarımızın, sahabələrin, Peyğəmbərimizin, zövcələrinin, Allahın salamı olsun Peyğəmbərimizə və onun Əhl-i-Beytinə və o cümlədən də sahabələrlə yanaşı digər tanınmış şəxslərin də qəbirlərinin Vəhhabilər və Sələflər tərəfindən dağıdıldığı gündür. Bəli, səhv eşitmədiniz. Müsəlman tarixində ən acı və faciəli günlərdən biri də heç də düşmən tərəfindən yox, zəlzələ ilə deyil, sellə yox, təbii hadisə ilə deyil, düşmən tərəfindən deyil, bir dəstə adını müsəlman qoyan öz içimizdən olanların əli ilə Əhl-i-Beyt imamlarımızın əleyhumussalam və digər tanınmış şəxslərin mübarək qəbirlərinin yerlə yeksan edilməsidir. Miladi təqvimi ilə 1806-cı ildə Vəhhabilər Mədinəyə hücum çəkirlər və Bəqi qəbirstanlığını dağıdırlar. Həmin gün tarixdə hətta Yevmul Hədim, yəni xarab olunan gün kimi tarixə düşmüşdür. Tarixi kitablarda onun adı Hədim günüdür. Hədim, yəni yerlə yeksan etmək, xarab etmək mənasındadır. Nə üçün bu tarix mühümdür? Nə üçün bu günü müsəlman dünyasında qeyd eləyirlər? Təkcə şiyələr deyil, hətta əhl-i sünnə də həmçinin o günə diqqət ayırırlar, alimlər həmin günü matəm kimi qeyd eləyirlər. Nə üçün? Ona görə həmin gün mühümdür ki, 1. Müsəlman dünyasının ən müqəddəs şəxslərinin, Peyğəmbər Əhl-i-Beytinin, Allahın salamı olsun onlara, tanınmış şəxslərin qəbri həmin gün dağıdılmışdır. 2. İslam dünyasında tarixi abidələr, qəbirlər, əsərlər var. Onların arasında, qəbristanlıqların arasında ən mühüm tarixi məkan Bəqi qəbristanlığı gedir. Hesab olunur. O gün İslamın ən böyük tarixi nümunəsi qəbristanlığı dağıdıblar. 2. 3. Çox acınacaqlıdır ki, bu hadisəni, bu xarab etmək, dağıdmaq işini öhdəsinə götürən heç də düşmən deyil, İslam düşməni deyil, xristiyan deyil, kafir deyil, adını müsəlman qoyan, namaz qılan, saqqal saxlayan, bizimlə bir yerdə namaz qılanlar, adını müsəlman qoyanlar tərəfindən bu hadisə baş vermişdir. Hadisənin mənəvi tərəfindən nəzərə alanda, bu günləri bütün dünyada, o cümlədən də müsəlmanların arasında müqəddəs hesab etdiyimiz, hətta valideynlərimizin belə namaz qılan olmasa da, bəzən də ola bilsin ki, başqa cür formada valideynlə övladın münasibətləri yaxşı olmasa da, amma kimsə bizim eşitsək atamızın qəbrinə hörmətsizlik eləyib, anamızın qəbrini dağıdıb, təbii ki, biz buna narahat olarıq. İndi bizim üçün, müsəlmanlar üçün orada qəbri dağıdılan insanlar, sahabələr ki, əhl-i sünnə qardaşlarımızın, o cümlədən bizim də hörmət qoyduğumuz şəxslər var və əlavə də Əhl-i-Beyt dünyasında 4 imamın qəbri orada dağıdılmışdır. 4 imamdan da biri birbaşa Qur'an-ı Kərimə əsasən ikinci imamımız İmam Həsən əleyhissalamın mübarək qəbridir ki, Əhl-i-Beytdəndir. Bizim əqidəmiz bütün imamları Əhl-i-Beytdən bilirik, amma xüsusi olaraq müsəlman dünyasında ixtilaf olmadan Peyğəmbərin əbasını çininə atdığı şəxslərdən biri kimdir? İmam Həsən əleyhissalamdır ki, İmam Hüseynlə Peyğəmbərin övladları adını alıblar. Quran-ı Kərimə əsasən Ali-İmran surəsinin 61-ci ayəsində onlar Peyğəmbərin övladları hesab olunurlar. Ona görə həmin hadisə çox əhəmiyyətlidir. Və bunu dedim ki, bu hadisə 2 dəfə baş verib. Çox təəssüf olsun, sonradan müsəlmanlar yenidən tiksələr də yenə də Vəhhabilər bir dəfə 1800, bir dəfə də 1923-cü ildə hücum çəkiblər və yenə də Mədinəni mühasirəyə alıblar və dağıdıblar. Başqa bəzi yerlərdə var ki, hətta sonradan da təkrar olunub, tikiblər, dağıdıblar, bir neçə tarixi vaxtları deyiblər. Və hazırda da çox təəssüf olsun ki, Bəqi qəbristanlığı belə çox kobud formada hasara alınaraq, sadə bir çöllüyə oxşar bir forma saxlayıblar, hacılar onu bilirlər və ziyarətinə də qadağa qoyulmuşdur. Əlbəttə, sonradan İran İslam Respublikasının və Səudi Ərəbistanın apardığı danışıqların nəticəsində hacılara gündə 2 dəfə səhər və axşam vaxtla o qəbristanlığı icazə verirlər, ziyarət eləsinlər, əlbəttə toxunmamaq şərti ilə. Yaxşı, Bəqi qəbristanlığı harada yerləşir? Bəqi qəbristanlığı hal-hazırda Səudi Ərəbistanında Mədinə şəhərində Peyğəmbərin mübarək qəbrinin, Allahın salamı olsun ona və Əhl-i-Beytinə cənub şərqində yerləşir. Və
Bu qəbristanlığın bəs tarixi haçına qayıdır? Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə özü bu qəbristanlığı sifariş edib müsəlmanlara və bunun yaranmasında özü rol oynayıb. Peyğəmbər Məkkədən Mədinəyə hicrət edəndən sonra həmin dövrdə özü Peyğəmbərin adına Məscid-ün Nəbi ki, Mədinədə Peyğəmbərin qəbri indi orada yerləşir, Allahın salamı olsun ona və əhl-i beytinə öz məscidini tikdirəndə Bəqi adlanan böyük bir torpaq sahəsini alır. Adı Bəqi olur, Peyğəmbər o sahanı alır və orada müsəlmanlar başlayırlar dünyasını dəyişən müsəlmanlara, hətta şəhidlər var. Şəhid olublar, cəbhədə yox, sonra gəlib evdə ölüblər, yaralanıblar və ilaxır, orada bastırılırlar. Hətta müsəlman dünyasında deyilənə görə ən birinci qəbristanlıq, müsəlman qəbristanlığı Bəqi hesab olunur. Görün nə qədər tarixi bir abidət, mühüm bir yerdir ki, amma bunu Vahabilər yerinə yeksan elədilər. Bəqi sözünün mənası nədir? İbn Əsir əhl-i-sünnə alimidir. Öz kitabında yazır ki, Bəqi sözü lüğətdə ağacların çox əkildiyi və ağac kökünün çox bitdiyi yerə Bəqi deyilir. Orada əvvəl ağaclar vardı, sonra həmin ağacların özü kökündən qoparıldı və ora qəbristanlıq salındı. Baxmayaraq ki, sonradan daha onun adı yenə də Bəqi olaraq qaldı. Bəqi sözünün mənası çoxlu ağacların əkildiyi kökünün olduğu yerə deyirlər. Orada kimlərin qəbri var? Bizim 4 imamımız, İmam Həsən əleyhissalam, İmam Səccad əleyhissalam, İmam Baqir əleyhissalam və İmam Sadiq. 4 imamımızın qəbri oradadır. Çox təəssüf olsun bu günləri biz onlara baxanda çox narahatıq ki, bizim 4 imamımızın qəbrini yerinə yeksan ediblər. İnanın mənə, inanın, çoxumuzun, atamızın, babamızın qəbrindən də çox ucuzdur. Balaca bir daş qoyublar, nə ad var, nə filan, heç bir şey. Belə bir vəziyyətdir. İmamlardan əlavə Peyğəmbərimizin Allahın salamı olsun və əhl-i beytinə zövcələrinin qəbri orada o var. Peyğəmbərin əmisi Abbasın qəbri orada yerləşir və imamların anaları arasında Fatimə binti Əsəd, Həzrəti Əli əleyhissalamın anası salamullah əleyhimə onun qəbri orada yerləşir. Həzrəti Əbəlfəz ağanın hamımızın sevdiyi, qeyrətli ağamızın da anası Ümmülbənin salamullah əleyhanın qəbri də oradadır. O cümlədən də tanınmış səhabələrin, məsələn Osmanın və o cümlədən də əhl-i sünnət dünyasının 4 imamından biri olan Malik ibn Ənəsin qəbri də oradadır. Yəni, aldığımız nəticə budur. Bəqi qəbristanlığında dağıdılan, xarab olunan, yerlə yeksan olunan təkcə bizim əhl-i beyt imamlarımızın qəbri deyil. Hətta Peyğəmbər sahabələrinin, Peyğəmbərin zövcələrinin və əhl-i sünnənin də hörmət qoyduğu tanınmış şəxslərin qəbri orada yerlə yeksan olunmuşdur. Sual çıxır ortaya. Ola bilsin kimlərsə düşünsün ki, bunu şiyələr tikiblər, Vəhabi və sələflər də bunu dağıdıblar. Xeyr, heç də belə deyil. Tarixi araşdıranda görürük ki, Bəqi qəbristanlığını, hətta imamlarımızın Allahın salamı olsun onlara qəbirlərini, Peyğəmbərin zövcələrinin, sahabələrin qəbrini ilk dəfə Abbasi xəlifəsi tərəfindən, Müstənsir Billah tərəfindən rəsmən qəbir, barigah, günbəz tikilməsi qeyd olunmuşdur. Sonradan bizim Azərbaycan tarixində də adı keçən Qəznəvilər dövlətinin hökmdarı Sultan Məhmud Qəznəvi, o cümlədən də Osmanlı imperatorlarından, imperiyaların xəlifələrindən Sultan Məhmudun dövründə, o cümlədən də digər Osmanlı xəlifələrin dövründə yeni 19-cu əsrin əvvəlində tikilləri abadlaşdırılıb və bu hadisə amma dağıdılandan sonra hal-hazırda indiki vəziyyət olduğu kimi qalır. Çünki hakimiyyətdə Vəhabilər olduğuna görə tikməyə icazə vermirlər. Bu hadisə baş verəndə maraqlı hadisələrdən biri. Bəs müsəlman dünyası etiraz edibmi? Bəli. Müsəlman dünyası İran, Türkiyə, başqa yerlərdən, hətta Afrikadan, Asiyadan belə etirazlar o vaxtı SSR dövrü olduğuna görə Azərbaycan, Özbəkistan, Türkmənistan və digər yerlərdən, hətta yazılıb ki, Çin belə ki, sosialist respublikadır, Çinin özündən, Monqolistandan, Hindistandan belə müsəlmanlar qalxıblar, etiraz ediblər. Osmanlı imperiyası dəfələrlə hücum çəkib, Vahabiləri məğlub eləyib, onlara cəzalandırsa da, sonradan amma İngilis fitnəsi ilə çox təəssüf olsun ki, qəbirlər belə də qalıblar. Yaxşı, burada sual çıxır ortaya. Əgər qəbirləri onlar düzgün hesab eləmirlərsə, barigah, günbəz olmazsa, bəs Peyğəmbərin qəbrində niyə var? Allahın salamı olsun və əhl-i beytinə. Yaxşı sualdır. Bugün də bu sualı biz Vəhabilərə veririk ki, əgər şirkdirsə, onlara olmazsa, bunlara da olar. Yoxsa şirk fərq var. Peyğəmbərin qəbrinə şirk olar, amma imamların qəbrinə olmaz. Tarixə baxanda görürük ki, onlar hətta Peyğəmbərin belə qəbrini dağıtmaq istəyiblər. Allahın salamı olsun ona və əhl-i beytinə. Amma müsəlman dünyasının etirazından qorxublar. Müsəlman dünyası hamısı etiraza qalxıb və
Abdullah İbni Səudun əmri ilə Vahabilərə daha onlar öz padşahına tabidirlər, öz hakimlərinin sözünə qulaq asırlar, dindən çox hakimlərini eşidirlər və bunun da nəticəsində daha bu işi görməyiblər. Xüsusən Osmanlı tərəfindən dəfələrlə onlara qoşun göndərilib, Muhammed Əli Paşa tərəfindən və onları cəzalandırıblar. Sonra İbrahim Paşa, sonra amma yenə də onlar hakimiyyəti ələ alıblar. Bugünkü gündə belə də imamların qəbri orada xarab formada qalmaqdadır. Bu hadisədən aldığımız nəticələrə əsasən bir neçə əhəmiyyətli mövzulara toxunmaq istəyirəm. Niyə? Çünki bu günlərdə Vəhabili, Sələfili yayılmaqdadır. Müsəlman ölkələrində nifaq toxumu səpilib, qardaş qırğını salınıb və bizim Azərbaycanda da onlar bu günləri fəaliyyət göstərirlər və bizim ziyarətgahlarımıza hörmətsizlik eləyirlər. Birinci, Vahabilin yaranması. Vahabilin yaranmasında onların bu işində düşmənin əlinin olduğunu açıq-aşkar görmək olar. Bəzi alimlər, hətta məşhur tanınmış bir kitab var, Azərbaycan dilində tərcümə olunub, Mr. Henferin xatirələri, İngilis casusun xatirələridir, Azərbaycan dilində tərcümə olunmuşdur. Həmin o kitabda yazılanlara əsasən bu Vahabilin yaranmasında birbaşa İngiltərənin özünün müstəmləkəsinə əl olunmuşdur. Müsəlmanların arasında bu nifaq toxumunu onlar səpmişdir. Amma bəziləri burada ki, yox. Buna əsasən ki, İbn Teymiyyə, Muhammed İbn Əbdülvəhhabdan qabaq, hələ Vahhabili yaranmamışdan qabaq, siyasi Vahhabili yaranmamışdan qabaq onun əqidəsinə bunlar olub, sadəcə sonradan əqidə baxımından əlavə, amma İngilis sui-istifadə eləyib, əvvəl görür ki, müsəlmanların hansı məsələdə ixtilafları var. Həmin ixtilaf olan məsələdən istifadə eləyib, İngilis bunu daha da alovlandırıb və müsəlmanları bir-birinə qırdırıb. Amma tarixi hadisədən əlavə, hal-hazırı ki, Vəhabi və Sələfilərin atdığı addımlarına, gördüyü işlərinə baxanda təbii ki, burada İslam düşmənlərinin əlinin olduğunu görürük. Necə? Baxın, Vəhabili yaranandan indiyə qədər heç bir İslam düşməninə qarşı mübarizə aparmayıb. Sadə ola bilər, oranı partlatsın, buranı partlatsın, amma bu günləri 19 və 20-ci əsrdə müsəlmanların arasında nifaq toxumu səpən, müsəlman ölkələrini parsalayan, hətta əhl-i sünnə hakimiyyəti olan Osmanlılara qarşı mübarizə aparan, İngilislərə qarşı mübarizə aparmayıblar. Bu gün də Amerikaya və uşaq qatili, Fələstini işğal edən, müsəlmanları qətliam edən, körpələrə belə rəhm eləməyən uşaq qatilinə, ki adını çəkmirəm, çünki o ölkənin adını çəkəndə silinir, uşaq qatili deyə onların birinə belə daş atmırlar. Bu sualdır. Etiraf var, bəli, qulaq asın. İngiltərəli bir diplomat var, görün özü nə deyir. Publika az saytı, Azərbaycanda olan saytlardandır, 2 avqust 2024-cü il məqaləsində belə bir başlıqda məqala verib. İşid niyə İsrailə hücum etmədi? Sonra buyurur, İngilis diplomatı məsələni belə izah edir. Suriyada Amerikalıların və İsraillərin məzhəblər arası gərginliyi qızışdırmaq üçün müdaxilə etdiyi dəhşətli bir vətəndaş müharibəsi oldu. Ən-Nusra və İşid, indi Colanı özü Ən-Nusranın, həmçinin İşidin üzvü olub Colanı, o cümlədən də Ən-Nusranın rəhbəri olub, Cəbhətün Nusranın. İsrailə hücum etməməsinin bir səbəbi var. İngiltərə diplomat deyir. Çünki İsrail və Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi MİKI, CIA onları dəstəkləyir, onlar belə istəyir. Adı da Murray, İngiltərənin keçmiş diplomatı, səfir olub, Publika az saytından bunu mən sizə nəql elədim. 2. Onların bəhanəsi nədir bəs? Biz buna diqqət eləməliyik. Bugün Vəhabilər qəbirləri dağıtmağında əsas bəhanələri tövhid, şirk, bidət mövzularının ortaya atılmasıdır. Bu barədə bizim elmi bəhslərimiz olub, daha istəmirik biz onlara burada bir daha təkrar edək, istəyənlər müraciət edə bilərlər. Amma indi bu günləri biz tövhiddən danışan, güya qəbirdən kömək istəyirsiniz, Allahı qoyub, Allahın bəndələrindən, qəbirlərdən, ölən insanlardan kömək istəyirsiniz iddiasını ortaya atanlara bizim suallarımız var. Suallarımız da mövzumuz siyasi, ictimai olduğuna görə siyasi sualları ünvanlayırıq. Elmi məsələlərin çoxuna dəxalət etmirik. 1. Nə üçün siz tövhid haqqında danışanda başqalarına öz fikrinizi zorla, silah gücü ilə, öldürməklə, partlatmaqla, terrorla qəbul etdirmək istəyirsiniz? Axı, İslam belə bir din deyil.
Nə üçün öz fikrinizi başqalarına zorla qəbul etdirmək istəyirsiniz? Qəbul eləməyənləri öldürürsünüz. Yaxın şərqdə, bu günləri Suriyada, İraqda baş verən hadisələr bunun ən yaxın nümunəsidir. 2. Nə üçün siz tövhiddən danışanda ancaq qəbirlərdən danışırsınız? Tövhid ancaq qəbristanlıqda olur, ancaq ölənlərlə bağlı olur. Bu günləri tövhidin ən mühüm növlərindən biri zalimların müsəlman dünyasına rəhbər təyin olunmamasına etiraz etməkdir. Yəni biz necə Allaha boyun əyirik, İyyəkə nə'budu və İyyəkə nəstəin deyirik, yalnız sənə ibadət edirik, yalnız səndən kömək istəyirik. Axı biz bu günləri kafirlərin dediyi oturub dura bilmərik. Müsəlman olmayanlar bizə bu gün hakim ola bilməz. Qanunlar da İslam hakimləri, İslam qanunları olmalıdır. Necə olur siz bu günləri qəsrləri, sarayları qoyub ancaq qəbristanlıqdan danışırsınız? Bütə, taxtaya, qəbrə baş əymək olmazsa, zalıma Amerikaya da baş əymək olmaz. Allahu Əkbər deyəndə Allah böyükdür, hər şeydən böyükdür, Allah Amerikadan da böyükdür. Bəs nə üçün bugün Amerikanın və zalim rəhbərlərin ki, ən azınacaqlısı müsəlman ölkənin rəhbərlərin bu günləri onların özdə hakim qəbul edib itaat edirsiniz ki, uşaq qatilləri yığışıb, adada uşaqlara üzr istəyirəm, təcavüz edib, ətini yeyən Epestin adasına gedənlər müsəlmanlara rəhbər olublar. Qəbirdən danışanda bunlardan da danışın da. Ən aşağısı insaflı olun, hər ikisindən danışın. Əgər sizi narahat edən bugün bütpərəstlikdirsə, müsəlmanların birbaşa əməlləri bütpərəstlik deyil. Zahirdə müsəlmanlar qəbri ziyarət eləyirlər, ibadət eləmirlər. Namaz qılırlar, kəlmə-i şəhadət deyirlər, müsəlman olduğunu deyirlər. Amma bu günləri Hindistanda, dünyanın ən çox əhalisinin olduğu ölkədə ən çox bütpərəstlik növü var. Heyvanlardan tutmuş, ağaclara qədər müxtəlif formada bütlər var. Biz demirik, gedin oranı dağıtmayın, partlatmayın, öldürməyin, İslam bunu demir belə. Nə üçün bütdən danışanda milyonlarla insanın açıq-aşkar taxtadan, daşdan olan, heyvan olan, ağac olan bütlərin qabağında əyildiyindən narahat deyilsiniz? Amma bugün müsəlmanların zahirdə sizin üçün şirk olduğu, onlar üçün şirk olmadığı, qiblə əhlinin olan, müsəlman olanlar insanlardan əl çəkmirsiniz, onları terror edirsiniz. Əgər bugün qəbri öpmək şirkdirsə, onda sizə sual veririk. Bir müsəlman bu günləri gedib atasının qəbrini öpürsə, şirk edirmi? Bizim aramızda müsəlman ölkələrinə baxırıq. Hətta qeyri-müsəlman ölkələrinə baxırıq. İnsanlar dövlətinin bayrağını hörmət edirlər. Həm müsəlmanlardan, həm qeyri-müsəlmanlardan. Deyin görüm, dövlətin bayrağını hörmət əlaməti olaraq öpənin hökmü nədir? Şəhidin qəbrini qucaqlayan şəhid anasının hökmü nədir? Qəbri ziyarət etmək, orada ağlamaq, Quran oxumaq və başqa əməllər şirkdirsə, onda Azərbaycan xalqının, hətta dövlət məmurlarının, digər müsəlman ölkələrinin, hətta qeyri-müsəlman ölkələrindəki görürsünüz, hamısı öz ölənlərinə ehtiram eləyirlər, hörmətlə yanaşırlar, bayrağı öpürlər. Onların hökmü nədir? Torpağını işğaldan azad eləyən əskər, əgər torpağını öpürsə, Allaha şükür səzdəsi eləyirsə, onun hökmü nədir? Müsəlman ölkələrində şəhidlərin xüsusi bastırıldığı yerlər var. Şəhidlər xiyabanı adlanır. Azərbaycanda da var. Hətta qeyri-müsəlman ölkələrində, Rusiyada da döyüşdə iştirak edənlərin xüsusi abidəsi var. O abidəni ziyarət edənlərin, qabağında hörmət əlaməti olaraq əyilənlərin, məşəl yandıranların hökmü nədir? Deyin. Sual veririk. Əlinizə imkan düşsə, şəhidlər xiyabanı ilə, əskərlərin bastırıldığı abidələrlə necə rəftar edərsiniz? Onu da bəqi kimi darmadağın edib yerinə yeksan edərsiniz. Azərbaycanda müqəddəs ziyarətgahlarımız var. Bibi Heybət, Bakıda, Gəncədə, İmamzadə və digər yerlərdə Mir Möhsün ağa, Seyidlərə qədər. Sual budur. Sabah Azərbaycanda əlinizə imkan düşsə, onlarla necə rəftar edərsiniz? Bakıda olan şəhidlər xiyabanı ilə, rəsmi şəxslərin, tanınmışların, şairlərin, məmurların bastırıldığı fəxri xiyabanla necə rəftar edərsiniz? Bu suallarımıza cavab verin. Nə üçün Azərbaycan şəhidlərinin şəhadət günləri ki var, 20 yanvar, Xocalı günlərini qeyd etmirsiniz?
qeyd edənlərə pis baxırsınız. Deyin, Xocalı abidəsinin qabağına yığışanlardır. 20 yanvarı qeyd edənlər haqqında fikriniz nədir? Gizlətməyin, deyin. Şəhidlərin qəbrini ziyarət etmirsiniz. Edənlərə də etiraz edirsiniz. Şirk nisbəti verirsiniz. Bidət deyirsiniz. Deyin, açıq-aşkar bizim Azərbaycan xalqı haqqında müsəlman ölkələrində şəhidlərin qəbrini ziyarət edənlər və digər qeyri-müsəlman ölkələrində də hətta qəbir ziyarətə gedənlər, Rusiyada, digər yerlərdə bunlar haqqında fikriniz nədir? Nə üçün xalqın sevdiyi və hörmət etdiyi əqidələrə siz belə hörmətsizlik edirsiniz? Tanınmış şəhidlərin birinin Azərbaycanda müharibədə şəhidlərdə hansısa bir Vahabi ruhanisinin cənazə ilə bir yerdə hərəkət etdiyini gördünüzmü? Tanınmış ruhanilər, möminlər hamısı bir yerdə dəfində iştirak edirlər, amma Vahabilərdən görməzsiniz. Düzdür, son vaxtlar bir neçə Vahabi, Sələfi ruhanilərindən, din xadimlərindən başlayıblar şəhidlərin qəbrini ziyarət etməyə, amma əvvəl bu işi görməyiblər. Bunun özü də çox şübhəlidir ki, deyin görüm, yaxşı, onda bəs nə üçün buna şəhidlərə Azərbaycanda şəhidlərin qəbrini ziyarət edirsiniz, amma Bəqi qəbristanlığı ki, elə bizim orada olan imamlarımız şəhidlər, onların qəbrini ziyarət etməyə qoymursunuz, qəbirlərini dağıdırsınız. Müsəlman dünyasının Fələstin kimi problemi olmağına baxmayaraq, digər müsəlman ölkələrində müsəlmanların qanı üçün verdiyiniz fətvalardan Fələstin üçün niyə vermirsiniz? Əgər fətva verməkdirsə, bugün bizim müsəlman torpaqları işğal olunub. Birincisi də neçə illərdir Fələstində Qüds, bizim birinci qibləmiz işğal altındadır. Özü də bu işi görənlər kimdir? Quran-ı Kərimə əsasən müsəlmanlara düşmənçilik eləyən Yəhudi sehunistlərdir. Onlar haqqında bir fətvanızı görmədi. Amma fətvalarınızı İraq üçün, Suriya üçün və Azərbaycan üçün verirsiniz. Bir şiə alimi göstərin mənə, nəinki sünnilərin, ola bilməz. Hətta Vahhabilərin belə qanını halal bilsin. Onların məscidlərini partlatmağı, onların qanını tökməyini behişdə getməyə səbəb bilsin. Amma sizin bu qədər alim dedikləriniz nə üçün digər müsəlmanların qanının fətvasını verirlər? Özünüzə əhl-i sünnə adını qoyursunuz. Biz amma əhl-i sünnəni Vahabilərdən ayırırıq. Deyin görüm, əhl-i sünnəni niyə özünüzə düşmən hesab edirsiniz? Çünki biz gördük Suriyada, İraqda onlar nəinki şiələrə, hətta əhl-i sünnə məscidlərinə belə rəhm etmədilər. Bu üçün sualdır. Əvvəlcə hansısa bir ölkəyə girəndə əlinizdə olan bəhanə ölkənin hakiminə tabi olmaq deyirsiniz. Hakimə qarşı çıxmağı da qadağan edirsiniz. Əlbəttə, bunu da burada biz deyək, biz kimisə öz ölkəsində hakimə qarşı çıxmağa təşviq etmirik. Sadəcə biz dini mövzunu olduğu kimi çatdırmaq istəyirik. Biz Əhl-i Beyt ardıcıları olaraq Peyğəmbər və Əhl-i Beyti çıxmaq şərti ilə Allahın salamı olsun onlara, hakimlərə də, qeyri-hakimlərə də etiraz etmək, məntiqlə, ağılla öz haqqımızı istəmək haqqını bilirik. Hər kəsin öz hakiminə etiraz etmək haqqı var. Bizim buna dəlillərimiz var. Hakim düz yoldadırsa kömək etməliyik. Hakim səhv yoldadırsa etiraz etmək haqqımız var. Kimisi də qanunsuzluq eləməyə, vurub, dağıdıb, partlatmağa səsləmirik. Amma indi sualı sizə veririk. Siz deyirsiniz, ümumiyyətlə hakim hətta başına çırpsa da, haqqını alsa da, malını talasa da, sənə təcavüz etsə də ona qarşı çıxmağa haqqın yoxdur. Məşhurdur, eşitmişsiniz, neftara getdi, qazara getdi söhbəti ki, daha məşhurdur. Yaxşı. Əgər belədirsə, əhl-i sünnə özünə Sələfi Vahabilərin sahabə seçdiyi insanlar nə üçün 3-cü xəlifə Osmana qarşı çıxdılar? Məgər Osman hakim deyildi? Niyə bəs ona qarşı sahabələr çıxdılar və onu axırda öldürdülər? Nə üçün Muaviyə və onun ətrafında olan neçə-neçə sahabə, haqq olan xəlifə, sizin nəzərinizdə 4-cü olan xəlifə İmam Əli İslam'a qarşı çıxdılar? Nə üçün siz elə özünüz bugün Vahabi və Sələflər Osmanlı imperiyasına qarşı çıxmışsınız? Muhammed ibn Əbdülvəhhab Osmanlı imperiyasına qarşı çıxıb. Muhammed ibn Əbdülvəhhab özünə Sələfi Vahabi deyən Osmanlı imperiyası da sünni hakimiyyəti olub. Əhl-i sünnə qardaşlarımızın hakimiyyətdə olduğu bir dövlət olub, imperiya olub. Bəs deyirdiniz, hakimə qarşı çıxmaq olmaz. Bəs bu qədər hakimə çıxanlar kimlərdir? Deyin bilək. Bəşər Əsəd açıq-aşkar əl-bağlı namaz qılırdı. Əhl-i sünnə olduğunu iddia edirdi. Bəs necə ona qarşı çıxdınız? Yoxsa bu bir plandır. Bəşər Əsəd əhl-i sünnə, Qəzzafi əhl-i sünnə. Hamısı bunlar əhl-i sünnə, ərəb ölkələrində, amma bunlara qarşı çıxırsınız. İndi sual veririk. Kim qarant verir sabah siz Azərbaycanda da əvvəlcədə hakimə tabi olmaq lazımdır, ona qarşı çıxmaq olmaz.
hiləsi və bəhanəsi ilə ölkəyə girib yayılandan sonra sabah Azərbaycanda da, Suriyada, İraqda olanları etməyəcəksiniz. Bunu kim qarant verir, kim zəmanət verir? Bəlkə təqiyyə edirsiniz. Təqiyyəyə bizə deyirsiniz, siz təqiyyə edirsiniz. Şiələrə böhtan atırsınız. Onları ləkəliyirsiniz ki, şiələr təqiyyə edir. Axı siz təqiyyə eləmirsiniz. Siz açıq-aşkar deyirsiniz ki, biz fikrimizi deməliyik. Azərbaycana ayaq açmamışdan qabaq əhl-i sünnə və şiələr olublar, bir yerdə mehriban yaşayıblar. Rafizi kəlməsini eşitmişdiniz. Kimsə şiələrə rafizi desin. Nə üçün siz Azərbaycana ayaq açandan sonra və başqa ölkələrə də, Azərbaycandan başqa yerlərə də, Rusiyaya və digər yerlərə ayaq açandan sonra ancaq özünüzə daxildə düşmən axtarırsınız, xaricdə yox, daxildə düşmən axtarırsınız. Birbaşa da birinci şiələri və əhl-i sünnə qardaşları hədəf alırsınız. Rafizi kəlməsin. Nə üçün? Hər gün şiəyə dəfələrlə rafizi deyirsiniz, amma bir dəfə dönüb uşaq qatili, əhl-i sünnə bazı qardaşlarımızı qətlə yetirən, bizim birinci qibləmizi qüdsi işğal edənlərə zalim deyə bilmirsiniz. Ən aşağısı ikisinə də bir söz deməlisiniz. Bizə rafizi deyəndə, 10 dəfə bizə deyəndə qayıdıb bir dəfə də uşaq qatillərinə etiraz etməlisiniz. Bu İslamdır, bu müsəlmançılıqdır. Epeştin adasında Kəbə evinin Quran ayələri ilə bəzədilmiş pərdəsini bütün dünya gördü. Görməmisiniz? Göstərəksə. Görmüsünüzsə sual veririk. Nə üçün hər gün namazda üzü qibləyə qaldığımız Kəbə evinin parçası dünyanın ən əxlaqsız, körpə uşaqlara təcavüz edib öldürənlərin evində xalça kimi ayaq altına salınıb? Sual veririk. Bu daha Kərbala deyil, bu Nəcəf deyil, bu Məşəd deyil, bu Zireh deyil, bu Kəbə evinin parçasıdır. Sabah Allah sizdən soruşacaq, mənim evimin qeyrətini niyə çəkmədiniz? Kəbə evin bildi. Hamısı müsəlmanlar eynidir. Biz bugün etiraz edirik və tələb edirik. Bu günləri Allah evinin pərdəsini kafirlərin əlində, uşaq qatilləri Epesinin əlində, evində, yerdə nə üçün döşənmişdir? Sizə də tələbimiz budur. Əgər doğrudan İslamın qeyrətini çəkirsinizsə, necə bizə rafizi deyirsiniz? Bir dəfə möhürdən danışanda, imamların qəbrinə ziyarət etməkdən danışanda, Kərbalaya getməyə etiraz edəndə bir dəfə də Kəbənin qeyrətini çəkin. Episində Kəbə evinin müqəddəs parçasını, Quran ayələrinin yerə döşənməsinə etiraz edin. Son, bizim bu suallarımız heç də düşmənçilikdən qaynaqlanmır. Biz kimlənsə düşmənçiliyimiz yoxdur, amma öz haqqımızı, əqidəmizi müdafiə etməkdən ötürü, haqq yolu bəyan etməkdən ötürü, insanları ayırtmaqdan ötürü, hətta Vəhabi və Sələflərin özünə də ədəblə, ehtiramla bu sualları veririk. Cavab varsa buyursunlar. Allahın verib Peyğəmbər və onun pak əhl-i beytinə Allah təala bizləri Qur'anı, İslam maarifini oxuyub, başa düşüb əməl edənlərdən qərar versin.